Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz bundan əvvəl çəkilən bir video var idi. Əgər diqqətlə baxmıqsa xatırlayarsınız, bipolyar pozuntu. Bu videoda sırf bipolyar pozuntudan əziyyət çəkən insanların həmin pozuntunu aradan qaldırılması üçün çox vacib səbəblər var. Hansı ki, bunlar nə tibbdə, nə də hər hansı bir yerdə yazmayıb. Sadəcə olaraq daxildən gələn, edilən kiçik rituallardır. Bunlar nələrdir? Adətən bipolyar pozuntu dedikdə çox insan elə bilir ki, bir ifadə səslənir, günün yarısına qədər deyər gülər, günün yarısından sonra istəmsiz və heç bir səbəb olmadan kefsiz və mənasız sürülən həyat tərzi düşünürlər. Amma xeyr, elə deyil, səhv düşünürsünüz. Bütöv olaraq bipolyar pozuntu dedikdə, o qütb yarısı anlamına gəlsə, qütbün bir üzü, günəş bir üzü, qaranlıq, kölgə mənasında gedirsə, amma bir digər tərəfi bipolyar pozuntu olan insanlarda daima olaraq keçmişi xatirələrə travma kimi ilişib qalmaq halları da 99% müşahidə olunur. Bu nə deməkdir? Adətən hər nəyəsəyə görə pis olurlarsa, keyfləri yoxdur, doğru dillə səslənən, günümüzdə daha çox tez təkrarlanan axot yoxdur ifadəsi. Adətən keçmişə olan hər hansı bir dənə də olsa, kiçik bir şey ağıllarına qaldısa, bununla bitdi. Həmən gün olduğu çox kobud səslənəcək, adətən zibil, apar tulla yesin. Gün sayılmır. Amma günün yarısına qədər bu adam deyib gülüb. Deməli, sizi narahat edən bipolyar pozuntunun yaranması səbəb olan həmin keçmişi travma varsa, onu ya unutmalısınız, ya da ondan üzləşməlisiniz. O travmanı sənə yaşadan şəxslə, yaxud o travmanı sənə yaşanmağa səbəb olan bir şeylə üzləşməlisən. Və nəticə etibarən səni pis edən hansı nədirsə, üzləşdikdən sonra həmin problem yoxa çıxacaq, aradan qalxacaq. Və nəticə etibarı ilə sən artıq o xəstəliyi türkçəsində tətbiqləyən Azərbaycan dilində onu sənə məcbur edən şeylə qarşılaşa bilməyəcəksən və ya qarşılaşmayacaqsan. Adətən hər şeyin üstünə getmək lazımdır. Pisində, yaxşılığında. Heç vaxt nədənsə o olur ki, məsəl üçün qorxursan, çəkinirsən, xeyr, elə düşünməyin. Diqqətlə hər şeyin üstünə getdikdə o şeyin sonu yaxşı ilə nəticələnir. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsi yaza bilərsiniz və şərh bölməsində fikirlərinizi qeyd edə bilərsiniz. Seanslarımız əyani və onlayn həyata keçirilir.